Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin əməkdaşları külli miqdarda narkotik vasitələrin və psixoaktiv maddələrin əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə Gürcüstan və xarici ölkə vətəndaşlarını saxlayıblar. Hüquq mühafizə orqanları Batumi Beynəlxalq Hava Limanında aparılan şəxsi axtarış zamanı 94 ədəd narkotik və yeni psixoaktiv maddə tərkibli həb aşkarlayıblar. Axtarış nəticəsində həmçinin psixotrop maddə də götürülüb. Cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bugün rəsmi olaraq istifadəyə veriləcək. Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsi olan xətt Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. Marabda-Qarzaqi dəmir yolu hissəsinin ümumi uzunluğu 180 kilometrdir. Layihə çərçivəsində 153 kilometrlik hissə yenidən qurulub, 27 kilometrlik yeni Avropa standartlarına uyğun dəmir yolu magistralı inşa edilib. Xətt üzrə yük daşımalarının həcmi hər il artır və tam istismara verildikdən sonra onun ötürmə qabiliyyəti 5 milyon tona çatacaq. ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Gürcüstanda keçirdiyi görüşlərlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, tərəflər iki ölkə arasında əməkdaşlığın mümkün istiqamətlərini müzakirə ediblər. Nümayəndə heyəti ABŞ-ın Gürcüstanla kommersiya əməkdaşlığını genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Səfirliyin məlumatına görə hakimiyyət nümayəndələri ilə görüşlər zamanı Vaşinqtonun gələcəyə yönəlmiş əməkdaşlığa hazır olduğu qeyd olunub. Müxalifət partiyaları ilə keçirilən görüşlərdə isə nümayəndə heyəti 2024-cü ilin oktyabrından sonra siyasi mühit, müxalifətə münasibət və kommunikasiya məhkəməsində davam edən işlə bağlı narahatlıqlarını dinləyib. Bəyanatda həmçinin vurğulanıb ki, funksional demokratiya dövlət institutları ilə əməkdaşlıq edən və seçicilərinin maraqlarını təmsil edən siyasi müxalifət mövcudluğunu tələb edir. Xatırladaq ki, Dövlət Departamentinin nümayəndə heyəti ötən həftə Tbilisidə bir sıra görüşlər keçirib. Mikhail Saakashvili ilə Nika Meli arasında qarşıdurma davam edir. Həbsdə olan siyasətçilər bir neçə gündür sosial şəbəkələr vasitəsilə bir-birlərinə cavab verirlər. Müxalifət düşərgəsindəki fikir ayrılıqları siyasi dairələrdə də müzakirə olunur. Bəzi siyasətçilər Saakashviliyə qarşı mübarizənin mənasız olduğunu bildirir. Digərləri isə mövcud vəziyyətin Hakim Gürcü Arzusu partiyasının maraqlarına xidmət etdiyini qeyd edir. Hakim komanda isə cəmiyyətin müxalifətin əsl simasını artıq dəfələrlə gördüyünü bildirir. Donald Trump İsrail ilə Hizbullah arasında atəşkəs barədə razılığın əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə İsrailin baş naziri ilə məhsuldar danışıq aparılıb və Beyruta qoşun yeridilməyəcək. Trump həmçinin Hizbullah nümayəndələri ilə də təmasda olduğunu və tərəflərin atəşi tam dayandırmaq barədə razılığa gəldiyini bildirib. ABŞ prezidenti İranın Vaşinqtonla danışıqları dayandırdığını barədə xəbərləri də təkzib edərək prosesin davam etdiyini vurğulayıb. Vladimir Putin bildirib ki, Ukraynanın Luqansk və Xerson vilayətlərinə hücumları münaqişəyə yeni xarakter verib. Onun sözlərinə görə hadisələrə görə məsuliyyət daşıyan şəxslər layiq olduqları cəzanı almalıdırlar. Rusiya tərəfinin məlumatına əsasən mayın 22-sində Luqanskda tələbə yataqxanasına hücum nəticəsində 21 nəfər həlak olub, 44 nəfər yaralanıb. Həmçinin mayın 31-də Geniçesk şəhərində yaşayan binaların dron hücumu nəticəsində bir uşaq ölüb, 11 nəfər xəsarət alıb. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Geka Geladze Şavnabada xüsusi təyinatlı dəstəsinin bazasında keçirilən tikinti hazırlıq təminlərini izləyib. Təminlər zamanı müxtəlif xüsusi əməliyyatlar və atəş hazırlığı üzrə imitasiya olunmuş tapşırıqlar yerinə yetirilib. Xidmət rəisi həmçinin xüsusi əməliyyatlar departamentinin zirehli texnikası və xüsusi avadanlıqlar ilə tanış olub. Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonğulaşvili Belarusda səfərdədir. Səfər çərçivəsində o Belarusun baş naziri müavini Yuri Şuleyko ilə görüşüb. Tərəflər Gürcüstan və Belarus arasında əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu qeyd ediblər. Bildirilib ki, kənd təsərrüfatı hər iki ölkə iqtisadiyyatının strateji sahələrindən biridir və bu aqrar məhsulların ticarətinin inkişafı üçün əlverişli zəmin yaradır.
Gürcistan millisi iyun ayındakı ilk yoldaşlıq oyununu bugün Rumeniyaya qarşı keçirəcək. Oyun Tbilisidəki Mikhail Meski stadionunda saat 21:00-da başlayacaq. Zuriko Davitaşvili və Georgi Mikautadze zədə səbəbindən maçı buraxacaq. Xüçək Kvaratskhelia isə yaxın günlərdə komandaya qoşulacaq. Komandanın kapitanı Guram Kaşya milli komandadakı son oyuna çıxacaq.